Ziyarət-i Aşura haqqında çoxlu rəvayətlər var. Orada Hz. İmam Hüseyin əleyhissalama başqa salamdan göndərilir. Əvvəl onu qeyd edeyim ki, Ziyarət-i Aşura İmam Muhammed Baqir əleyhissalamdan sonra qeyd olunubdur. Bilirsiniz ki, birinci və ikinci xəlifənin dövründə hədis nəql eləmək qadağan olunmuşdur. Və Kərbala hadisəsindən sonra nəinki hədis, hətta Əhl-i Beytin adını çəkmək qadağan olunmuşdur. İlk dəfə İmam Muhammed Baqir əleyhissalamın dövründə Əhl-i Beytə salam göndərmək və Ziyarət-i Aşura tətbiq olunmuşdur. Yəni məzlumiyyət o qədər olubdur ki, Əhl-i Beytdə onların adını çəkmək qadağan olunubdur. Və İmam Muhammed Baqir əleyhissalamdan sonra ta İmam Sadiq əleyhissalam və digərləri hədislər nəql olunur və Ziyarət-i Aşura nəql olunur ki, möminlər bu ziyarəti oxusunlar. Ariflər, alimlər 1000 ildən çoxdur ki, Ziyarət-i Aşuranı oxuyarlar. Ələlxüsus Ziyarət-i Aşuranı sübh namazından sonra oxumaq müstəhəbbidir və çox böyük savabları var, çox böyük fəzilətləri var. Orada bir cümlə var. Deyir ki, Allahümmə inni əsəlqə, bunları ki, oxuyuruq ziyarəti, gəlir o cümləyə çatırıq. Ən yərzuqəni tələbə sarikə mə'ə imamin mənsurin min əhl-i beyti Muhammedin sallallahu aleyhi və səlləm. Allahümmə salli alə Muhammedin və Muhammed. Deyir ki, ilahi, məni ruziləndir, rizqləndir, mənə bəxş eləginən, mənə ver. Gəlir İmam-ı Mənsurin min Əhl-i Beyt. O imam ki, Əhl-i Beytdəndir. İmam-ı Mənsurin burada Həzrət Hüccət əleyhissalam, Həzrət Mehdi əleyhissalamın adıdır. Odur ki, İmam Hüccətin adı ki qeyd olunur. Orada mən Allahdan istəyirəm ki, ilahi, məni necə ki imamı zamanı Allah ki, sarallahdır, İmam Hüseyin əleyhissalamın qatillərindən necə deyərlər, intiqam alandır. Eyni zamanda Həzrət Hüccət İmam Hüseynin qatillərinin qanını alan şəxsidir. Və məni də ilahi ruziləndir, mənə də o rızqı ver, mənə də o fəziləti ver ki, mən də İmam-ı Zamanla bir yerdə olum və İmam-ı Zamanın Həzrət Hüseyin əleyhissalamın ki, zohrunda qatillərindən intiqam alacaq, məni də o şəxslərdən qərar verginən. Odur ki, Aşura ziyarətin çalışın, imkan dairəsində hər gün, olmasa həftədə bir, heç olmasa azından oxuyun.